Nə qapı açılıb, nə də bir şey. 2 bal yazıb 80 manatda cərimə. Yəni avtomobil hərəkət etmədən Saxlayan kimi 80 manat çıxıb. nə qədər balınız var? 18 bal. Başqa dönüm. Bilinməməzlikdən rayondan gəlmişik biz. Bu kişini də mən çağırmışam. Burada taksi işləmir abi. Bura Koroğlu metrosunun üzəridir. Vətəndaş bizə müraciət edərək iddia edir ki, ona pik saatlarda xarcda, yəni avtomobil hərəkət etmədən əsassız olaraq 80 manat 2 bal cərimə yazılır. Bu istiqamətdə gəlirəm buradan razını getmək üçün. Nə qapı açılıb, nə də bir şey. 2 bal yazıb 80 manatda cərimə. Bunun nəyi düzgündür? Qapı açıldısa cərimə gəlir. Amma biz sürücüdən soruşduq, yəni deyir ki, həqiqətən yəni siz qapını açıb və ya da müştəri minib düşüb yoxsa yox. Deyir ki, yox, elə bir şey olmayıb, sadəcə olaraq dayana cərimə gəlib. Onu deyə bilməm, amma müştəri oturdusa, qapı açıldısa cərimə gəlir. Oradan gələn maşın insan üçün sıxmalı deyil ki, düzdür, saxlamalıdır da. Saxlayan kimi 80 manat çıxıb. Mən bu dərdi kimə deyim? Ona 80 manat 2 bal düşür. Bəli, baba, bir dəqiqə, baba, göz kamera 80 manat 2 bal. Heç bir səbəb olmadan dayanır. Adi bax, beləncə yol dönür, bu əğ yol tərəfə. Orada da 80 manat 2 bal. Döndün, dayandın, söktardı getdi. Valla çağırırlar, qoh bir şeydir, nişandır, sabah nişandır qardaş. Ben burada... Mən dövlət yol polisi deyiləm. Mən deyirəm ki, kameralar çəkir. Bu onun şəxsi maşınıdır. Gəlib bilməməzlikdəndir. Burada qan olmayıb o, dünyada. Mən deyirəm ki, mən dövlət yol polisi deyiləm. Əgər və yaxud da Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin əməkdaşı deyirəm. Kameradan sizə cərimə gələndə bu ağsaqqala 80 manat 2 bal cərimə yazılacaq. Onda bəs necə? Onda olmaz da, indi nəzərə alın. Baxsaq bilməməzlikdəndir bu. İkinci dərəcədə dayanmısansa, qapı açılıb avtomatik sən gəlməlidir cərimə. Amma qapı açılmasa, hə. Əgər asılmayıbsa, örtülməyibsə neçə cərimə gəlməlidir? Dayanan ağac, elə adam götürməsə də, palasa saxladın su. Heç qapısını açmayıb, o yazıq. Gedir orada köprünün altında saxlayırlar, 80 manat. 80 manat 2 bal çəkir, oradakı. Burada saxladınsa, bu yan qıraqda künsdə saxladınsa 20 manatlı balsız çəkir. Nə qədər balınız var? 18 bal. Amma ehtiyatlı olmaq lazım. Ha, ehtiyatlı olmaq. Hamısı da burada olub. Dayanma, durma hamısı. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən sorğumuza cavab olaraq bildirildi ki, söz gedən müraciətlə bağlı araşdırma aparılaraq hüquqi qiymət veriləcək. Nə deyirik? Məsələyə yenidən qayıdacağıq.